Yolda yemək üçün bayramdan qalan dolmalarımızı da götürdük, yollandıq rayona. Mənim yoldaşım Füzuli rayonundandır, ona görə də bayramlarda mütləq valideynlərinə baş çəkirik. Yolumuzun üstündə Hacıoğlu restoranı var, orada çay içdik və yenidən yola düşdük. Axır ki, gəlib çatdıq evimizə, obamıza. Burada artıq baldızımın yoldaşının maşını dayanıb, bu da deməkdir ki, onlar artıq gəliblər. Uşaqlarla və ailə üzvləri ilə görüşdükdən sonra keçirik Novruz adət-ənənələrinə. İlk öncə Novruz yumurtalarını çakışdırırıq ki, görək kim udacaq. Təbii ki, mən uduzdum. Yoldaşım atası ilə bayram bazarlığına gedib gəldikdən sonra başlayırıq bayram hazırlıqlarına. Axşam üçün kebab çəkəcəyik. Bu da çöl vəzərisi imiş. İlk dəfə tanış oldum. Burada manqalın hazırlıqlarını görürlər və uşaqlar gördünüz taxtanı necə fırlatdılar. Artıq bişməyə hazırlaşıb. Demək olar ki, qurtarır. Mən antrikotu sevdiyim üçün qaynatam sağ olsun hər gələndə mütləq mənim üçün kebab eləyir və başladıq nuş etməyə. Sizə də izlədiyiniz üçün təşəkkür edirəm.